2 rükət ömründə diqqətli namaz qıl, deyir, cənnət ona vacibdir. 2 rükət diqqətli namaz qıl əvvəldən axıra. Peyğəmbər buyurur sallallahu İza qaməl abd ila salati və kana havahu və qalbuhu ilallah. Buyurur ki, elə ki bəndə namaza dayandı. Namaza dayandı və istəyi və qəlbi Allaha tərəf yönəlib, diqqəti Allaha tərəf yönəlib. Hamımızda burada vardı o istək. Şükür Allaha ki biz kafir deyilik. Hamı burada oturan ürəyində Allaha sevgi var. Deyir, namazda dayanmısan, namaz nə üçündür? Namaz fikir verin, nə üçündür? Bu ki istək var hamımızda, Allah istəyi. Namazda dayanmısan, təmərküzləşən o istəyi Allaha. O istək namazdan sonra artır, böyüyür. Peyğəmbər buyurur ki, kim namaz qılsa və diqqəti Allahda olsa və cəhdu vəciyə lilləzi fətərəs səmavati vəl ərz, namazdan qabaq bunu deyir. Diqqətimi deyir, üzümü çevirdim yerin göyün Rəbbi olan Allaha, yeri göyə əhatə eləyən Allaha. Nə olur belə olsa? İnsərəfə kəyəvmü vələdəthu ummu. Deyir, namazdan qutaranda bir namazdan danışır Peyğəmbər. Diqqəti Allahda olsa, qəlbi Allaha yönəlsə, namazdan ayrılanda elə bil anasından indi dünyaya gəlib, tərtəmiz bir namaz bu gücdədir. Niyə? Diqqət bu möcüzəni yaratdı. Diqqət az bir şey deyil.